Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, Fes Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə təqdim etdiyimiz sınağın izahına baxırıq. Lakin sınağın izahına keçməzdən öncə xatırlatmaq istəyirəm ki, əgər sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq suallarımızın izahına. Baxırıq birinci suala. Birinci sualda bizə deyir ki, ifadələrdən, daha doğrusu hansı ifadənin mənası yoxdur? Gəlin diqqətlə baxaq. Bax, cüt dərəcədən kvadrat kök altında mənfi 3-ün kvadratı var. Mənfinin kvadratı müsbət eləyəcək və cüt dərəcədən kökün altı müsbət olur. Bunun mənası var. Daha sonra 5-ci dərəcədən, yəni tək dərəcədən kök altı mənfi alınacaq. Bax, fikir verin, mənfi 2-nin kubu mənfi olacaq. Və dərəcə tək olduğu üçün kök altı ifadə mənfi ola bilər. Deməli, bu da alınır. 3-cü dərəcənin kök altda mənfi 5-in kvadratı verib. Siz burada 5-in kvadratını hesablayacaqsınız, 25 eləyəcək. Amma qarşısına mənfi var deyə mənfi 25 olacaq və dərəcə tək olduğuna görə bunun da mənası var. Amma gəlib D variantına çatsaq, baxın, 6-cı dərəcənin kök altda mənfi 5-in kubu sizə mənfi 125 verəcək. Yəni 6-cı dərəcənin kök altında mənfi 125-in mənası yoxdur. Niyə görə? Çünki cüt dərəcədən kökün altı, yəni bu ifadə mənfi ola bilməz. Testimizin doğru variantı olur D bəndi. Keçək növbəti suala. Baxırıq ikinci sual. İkinci sualda deyir ki, bu ifadənin qiymətini hesablayın. Baxın, əgər biz bu ifadəni 3 vurulsun, 1 bölünsün, loqaritma 9 əsasdan 15, üstə gəl, 3 vurulsun, 1 bölünsün, loqaritma 25 əsasdan 15 kimi göstərsək, onda burada 3 vurulsun, baxın, bu tərsinə çevriləndə əsasla bu 15-in yeri dəyişəcək. Olacaq loqaritma 15 əsasdan 9, üstə gəl, burada yenidən olacaq 3 vurulsun, bunu da tərsinə çevirsəz, əsasla bu 15-in yeri dəyişəcək. Olacaq loqaritma 15 əsasdan 25 bərabərdir. Bu 3-ü çıxartsaq mötərizənin xaricinə. Olacaq 3 vurulsun. Loqaritma 15 əsasdan 9. Üstə gəl. Loqaritma 15 əsasdan 25. Bu da bərabərdir. Əsaslar eyni olanda və ortada üstə gəlmə olanda bunlar bir-birinə vurulmalıdır. 9-u vuracaqsınız 25-ə. Olacaq 3 vurulsun. Loqaritma 15 əsasdan 9-u vuranda 25-ə edir 225. 225 15-in kvadratı olduğu üçün deməli bu ifadənin cavabı, bax bunun cavabı 2-dir. 3-ü də 2-yə vuranda düzgün cavab 6 alınmış olur. Yəni ikinci sualda testimizin düzgün cavabı olur D bəndi. Keçək növbəti suala. Baxırıq 3-cü sual. 3-cü sualda deyir ki, çevrənin AB və CD vətərləri Y nöqtəsində kəsişir. YS6, YD4, YB3 olarsa AB-ni tapın. Gəlin biz burada, bax, şəkil üzərində bunu təsvir edək. Deyək ki, bu bizim olsun çevrəmiz. 2 vətər çevrə daxilində kəsişir. AB və CD vətərləri. Bunları adlandırırıq. A, B, bir də C və D vətərləri. İndi baxın, YS6-dır. Bu da kəsişmə nöqtəsidir, Y-dir. YS6-dır, YD 4-dür, YB 3-dür. Biz A-yeni bilmirik, bura bir dənə X deyək, amma unutmayın ki, sonda sizdən AB-ni istəyir. Yaxşı? Çevrə daxilində kəsişən vətərlərin xassəsinə əsasən yaza bilərik ki, X vurulsun 3 bərabərdir 6 vurulsun 4-ə. Hər tərəfi 3-ə ixtisar aparın. 3-ü 3-ə böləndə 1 dəfə, 6-nı 3-ə böləndə olur 2 dəfə. Buradan X bərabərdir 2-ni də 4-ə vuranda olur 8. İndi bu X-i buradan silib, yerinə gətirib 8 yazsaz, baxın, sizdən sadəcə AB-ni istəyir, yəni bütöv, baxın, bu tam vətəri istəyir. O da olacaq 8 üstə gəl 3, yəni testimizin doğru variantı 11. 11 alınmış olacaq. Testin düzgün cavabı. Belə, keçək növbəti suala. Baxırıq burada 4-cü suala. 4-cü sualda bizə deyir ki, AN ədədi silsiləsində A8 üstə gəl A23 bərabərdir 40 olarsa, buna əsasən onun ilk 30 həddinin cəmini tapın. Baxın, deməli ilk 30 həddinin cəmi dedikdə, yəni bizdən S30-u nəzərdə tutur. S30-u birinci düstura nəzərən belə yaza bilərik ki, A1 üstə gəl A30 bölünsün 2 vurulsun N, yəni 30. Bərabərdir. Diqqətlə indi baxsaq, bax diqqətlə baxsaq. Burada A1, A30. İndekslər cəmi neçə eləyir? Bax 1 üstə gəl 30 eləyir 31.
Və bizə verilənlərə baxsaq indekslərinə 8 üstəgəl 23. 8-in üstünə 23 gələndə bu da eləyir 31. Deməli, indekslər cəmi bir-birinə bərabər olduğu üçün A1 və A30-un cəminin qiyməti A8 və A23-ün cəminin qiymətinə, yəni 40-a bərabər olmuş olacaq. Bax, surətdə bu ifadənin əvəzinə siz gətirib 40 yaza bilərsiniz. Bölünsün 2, vurulsun 30. Bu da bərabərdir. 40-ı 2-yə bölsəz eləyəcək 20. 20-ni də 30-a vursaq, düzgün cavab 600 alınmış olur. Yəni, 4-cü sualda testimizin doğru cavabı olur D bəndi. Keçək növbəti suala. Baxırıq 5-ci suala. 5-ci sualda deyir ki, verilən bu tənliyin x1 və x2 kökləri üçün kök altında x1 üstəgəl kök altında x2 ifadəsinin qiymətini tapın. Deməli, birinci növbədə bilməlisiniz ki, bax, bu tənlik çevrilmiş kvadrat tənlikdir. Çevrilmiş kvadrat tənlikdə Viet teoreminə görə köklərin cəmi bərabər olmalıdır ikinci əmsalın əksinə, yəni 19-a. Amma köklərin hasili isə sərbəst səthdə, yəni 9-un özünə bərabər olmalıdır. İndi bu ifadənin cavabını bizdən istəyirsə, gəlin biz buna bir t deyək. Baxın, aşağıda yazıram. Kök altında x1 üstəgəl kök altında x2 bu bərabərdir t-yə. İndi bərabərliyin hər iki tərəfini kvadrata yüksəldək. Bax, buranı da kvadrata yüksəldək. Buranda. Onda birincinin kvadratı elə kök itəcək x1 olacaq. İkincinin kvadratda kök itir x2 olacaq. Üstəgəl, daha sonra olmalıdır 2ab. Yəni birinci ilə ikinci hasilin 2 misli. Yazırsınız 2 vurulsun kök altında x1 vurulsun x2. Bu da bərabərdir t-nin kvadratına. Çünki hər tərəfi kvadrata yüksəltdiniz. İndi x1 üstə gəlsin x2-nin cavabı 19-dur. Yazırsınız 19 üstəgəl 2 vurulsun x1 vurulsun x2 9-dur. İndi siz bunu kök altda 9 yazsaz, kök altda 9-dan cavab 3 çıxacaq. Bərabərdir t-nin kvadratı. İndi bunu hesablayıram. 2-ni 3-ə vuranda 6 eləyir. 19-un da üstünə 6 gələndə 25 olur. Əgər t kvadrat 25-dirsə, deməli t-nin özü müsbət 5-ə bərabər olmuş olacaq. Yəni, mən də bu ifadəni, baxın, 5-ə bərabər etdiyim üçün niyə görə müsbət 5 götürdüm? Məsələn, deyə bilərsiniz ki, t kvadrat 25-dirsə, t-nin birinci qiyməti -5, ikinci qiyməti 5 alına bilər. Sadəcə, siz burada diqqətlə baxın ki, bax, bu da kök altı ifadədir, bu da kök altı ifadədir. Bunlardan cavab müsbət çıxacaq. Və iki müsbəti toplayanda da yenə cavab müsbətə bərabər olmalıdır. Ona görə biz burada 5 variantını doğru cavab kimi qəbul edirik. Yəni, testimizin doğru variantı olur B bəndi. Keçək növbəti suala. Baxırıq 6-cı suala. 6-cı suala deyir ki, ABCD poliqramının AD tərəfinə bitişik bucaqlarının tənbölənləri qarşı tərəfin üzərində M nöqtəsində kəsişir. AMD üçbucağının M təpəsindən çəkilmiş medianın uzunluğu 14 cm olarsa, bizdən ABCD-nin perimetrini istəyir. Gəlin təsəvvür edək ki, bizim belə bir poliqramımız olsun. Baxın, indi adlandıracağım bunu. Deyək ki, bu olsun A, B, C, D. Deyir ki, bu poliqramın perimetri, daha doğrusu perimetri vermir. AD tərəfinə bitişik bucaqların tənbölənləri deməli bir A təpəsindən çəkiləcək, bir də D təpəsindən çəkiləcək. Bunlar deyir tənbölənlər qarşı tərəfin üzərində M nöqtəsində kəsişir. Baxın, bu birinci tənbölən, bu da ikinci. Gəldi M nöqtəsində kəsişdi. Tənbölən olduğu üçün buranı adlandırırıq alfa, alfa, buranı da adlandırırıq beta, beta. Daha sonra yaranan bu AMD üçbucağının M təpəsindən çəkilmiş median uzunluğu 14 cm olarsa, deməli median bərabərdir 14 cm. Olarsa, nəyə soruşur bizdən? Perimetr ABCD-ni istəyir. Gəlin belə edək, bu qayda ilə başlamalıyıq. Biz bilməliyik ki, poliqramın bir tərəfinə bitişik olan iki bucağın cəmi olmalıdır 180 dərəcə. Yazırsınız ki, 2 alfa üstə gəlsin 2 beta bərabərdir 180 dərəcəyə. Hər tərəfi 2-yə bölsəz, alfa üstə gəlsin beta bərabər olacaq 90 dərəcə. Bax, fikir verin. Bu üçbucaq daxilində, diqqətlə baxsaq. Bax, A, M, D. Bu üçbucaq daxilində əgər bu oturacağı bitişik bucaqların cəmi alfa üstə gəl betanın cəmi 90 dərəcəyə bərabərdirsə, deməli, bu düzbucaqlı üçbucaqdır. Çünki yerdə qalan bu bucaqda gərək 90 dərəcə olsun ki, daxili bucaqların cəmi 180 dərəcəyə bərabər olmuş olsun. Deməli, bu üçbucağın düzbucaqlı üçbucaq olduğunu bildik. İndi, düzbucaqlı üçbucaqda təpədən hipotenuza median endirdikdə, median həm gəlir burada tərəfi yarı bölür, bu hipotenuzu yarı bölür. Baxın, bununla bu bir-birinə bərabərdir. Həm də medianın özü də elə bu hipotenuzun yarısına bərabər olmuş olur.
İndi bizə medianı 14 verib. Bax, buranı yazırıq 14. Bura 14-dürsə, onda bu hipotenuz ondan 2 dəfə böyük, yəni 28 olmuş olacaq. Çünki 14 burada, 14 buradır. İndi digər tərəfdən biz nəyi bilməliyik? Biz bilməliyik ki, baxın, bunlar alfa idi, ümumilikdə düzdür. Bu formada götürək. Tutaq ki, mən bu yan tərəfin nə olduğunu bilmirəm. Bura x desəm, bura alfa olduğu üçün burada alfa olacaq. Daxili çarpazı bucaqlarda. Ona görə bu da x olacaq. Bura x-dırsa, burada x olacaq. Çünki poliqramın üzrə baxan tərəfləri, qarşı-qarşı baxan duran tərəflər bir-birinə bərabər olmalıdır. Bura betadırsa da, burada betadır. Deməli, daxili çarpazdır. Ona görə bu da bərabər yandı. Burada x yazırsınız. İndi diqqətlə fikir verin. Əgər 2x, bu hissəni deyirəm, 2x 28-ə bərabərdirsə, deməli 1x 14-ə bərabər olmuş olacaq. Çünki yarı bölürsünüz. Deməli, poliqramın tərəfləri tapıldı. Böyük tərəf 28, kiçik tərəfi 14-dür. Bizdən perimetr istəyir. Perimetr bərabərdir. 2 vurulsun 14 üstə gəl 28. Bu da bərabərdir. 2 vurulsun 42. Yəni, testimizin düzgün cavabı 84 alınmış olur. Doğru variant olur B bəndi. Keçək növbəti suala. Baxırıq 7-ci sual. 7-ci sualda deyir ki, A bərabərdir kosinus 50-yə, B sinus 50, C tangens 50 olarsa deyir, bu ədədləri müqayisə edin. Ümumiyyətlə, belə bir qaydada saxlamaq lazımdır ki, əgər bizim bir alfa bucağımız 45 dərəcə ilə 90 dərəcə arasında yerləşirsə, 45 ilə 90 dərəcə arasında yerləşirsə, onda indi yazacağım, belə deyək də, bərabərsizlik hər bir üçün doğrudur. Kosinus alfa ən kiçikdir. Kiçik olmalıdır kotangens alfadan. Kiçik olmalıdır, deməli. Kotangens alfadan kiçik olmalıdır sinus alfadan. O da kiçik olmalıdır tangens alfadan. İndi bax, diqqətlə baxsaq, ən kiçikləri olmalıdır kosinus alfa. Çünki alfa 50 dərəcədə axı 45 ilə 90 arasında yerləşir. Kosinus alfa birinci A gəlməlidir ən kiçik. Sonra kotangens. İndi o verilməyib. Sonra sinus gəlməlidir. Baxın, sinus 50B. Ən böyükləri isə tangens alfa olacaq. Baxın, ən böyükləri tangens alfa olmuş olur. O deyir C bəndi. Deməli, A, B, C, yəni testimizin doğru variantı olur D bəndi. Keçək növbəti suala. Baxırıq 8-ci suala. 8-ci sualda bizə deyir ki, verilən bu funksiyanın tərs funksiyasını tapın. Yəni, müəyyən edin. Tərs funksiyasını tapmaq istəyirsinizsə, mütləq şəkildə, deməli, x-la y-in yerini dəyişin. Bax, bu y-in əvəzinə yazırsınız x bərabərdir. Burada olur 1 üstə gəl. 2 bölünsün. İndi x-in əvəzinə y yazırsınız. Y çıx 3. İndi bu 1-i atırsınız o tərəfə. Olur x çıx 1 bərabərdir. Deməli, 2 bölünsün y çıx 3. İndi bunun məxrəcini 1 kimi təsəvvür etsək, çarpaz vururuq. X çıx 1-i vurmalısınız y çıx 3-ə. Deməli, belə yazaq. Y çıx 3 vurulsun x çıx 1. O da bərabər olmalıdır. 1 vurulsun 2, 2-yə. İndi siz buradan y çıxılsın 3-ü tapmaq istəyirsinizsə, bax, 2-ni bu ifadəyə bölməlisiniz. Olacaq 2 bölünsün x çıxılsın 1. Buradan y çıxılsın 3 bərabərdir. Daha doğrusu 3-ü də keçirdirik o tərəfə. Baxın, mənfi 3-dür. Sağ tərəfə keçəndə işarəsini dəyişir. Olur müsbət 3. Yəni 3 üstə gəl 2 bölünsün x minus 1 olmuş olur. Yəni 3 üstə gəl 2 bölünsün x minus 1. Bəli, testimizin düzgün cavabı A bəndi, A variantı alınmış olur. Belə, keçək növbəti suala. Baxırıq 9-cu suala. 9-cu sualda deyir ki, verilən bu bərabərliyi ödəyən x, y natural ədədlər cütü üçün x üstə gəl y cəmini tapın. Deməli, birinci növbədə hasil, baxın, bərabərdir 23-ə. 23 necə ədəddir? Sadə ədəddir. Deməli, sadə ədəd vurğuları nə olacaq? Baxın, 1-i 23-ə vuranda cavab 23 alınır və ya tərsinə. 23-ü 1-ə vuranda cavab 23 alına bilər. Hər iki versiyanı yoxlamalısınız. Siz y çıx 3-ü 1-ə bərabər etsəz, buradan y-in qiyməti 1 üstə gəl 3 olmuş olacaq. Yəni 4. İndi bu tərəfdə x, y çıxılsın 5-i bərabər edirsiniz. Deməli 23-ə. Həmin bu y-in əvəzinə gətirib 4 yazırsınız. 4x bərabərdir. 23-ün üstünə 5 gəlirsiniz. Olur 28. X də bərabərdir. 28-i bölürük 4-ə. O da eləyir 7. Deməli, bu birinci hal üçün x-in qiyməti 7 olanda y-in də qiyməti 4-ə bərabər olmuş oldu. Bəs bu ikinci hal yoxlasaq, yəni bu 23 və 1 məsələsində, indi y çıxılsın 3-ün cavabını, y çıx 3-ün cavabını bərabər etsək 23-ə.
Buradan y nəyə bərabər olacaq? 23 üstə gəl 3, o da eləyəcək 26. İndi bu hissədə xy çıx 5 bərabərdir 23 yazsam, xy bərabər olacaq deməli. Daha doğrusu xy çıx 5 bərabərdir 23 yox 1. Çünki ikinci hal götürürəm axı. Bərabərdir 1 yazsam, 1-in də üstünə 5 gəlsəm olacaq 6. İndi y 26 olduğu halda xy 6 olsa, deməli bunun kökləri belə deyək. Xy üçün biz natural ədəddir deyə bilmərik. Ona görə bu versiyanı nəzərə almıram. Birinci versiyanı nəzərə alacağım. 7 və 4. Bunların da cəmini istəyir sizdən. 7 ilə 4 toplayanda düzgün cavab 11 alınmış olur. Yəni testimizin doğru variantı olur D bəndi. Keçək növbəti suala. Baxırıq 10-cu sual. 10-cu sualda bizə deyir ki, ABCD poliqramında bucaq 1 50 dərəcədir, bucaq 3 85-dir, bucaq 2-ni tapın. Bax, bayaqki dediyimiz qayda. Biz bilməliyik ki, poliqramın bir tərəfinə bitişik olan bucaqların cəmi olmalıdır 180 dərəcə. İndi burada bir tərəfinə bitişik olan hansı bucaqlar var? Baxın, bucaq 1 var. Üstə gəl, bucaq 2 var, bir də bucaq 3 var. Bərabərdir 180 dərəcə. Baxın burada. Bucaq 1-in qiyməti verilir 50 dərəcə. Bu 50 dərəcədir. Bucaq 3 85 dərəcədir. 50 ilə 85-i toplayanda edir 135. Onda belə yazaq. Bucaq 2 üstə gəl 135 dərəcə. Çünki ikisinin cəmini bildik artıq. Bərabərdir 180 dərəcə. Onda burada bucaq 2 bərabərdir 180 dərəcə çıxılsın 135 dərəcə. O da olacaq bizdə deməli 45 dərəcə. Hansı ki elə bucaq 2-ni tapmağımızı istəyirdi. Onun da düzgün cavabı 45 dərəcə olmuş olur. Yəni testimizin doğru variantı olur A bəndi. Keçək növbəti suala. Baxırıq 11-ci sual. 11-ci sualda bizə deyir ki, limit x sıfıra yaxınlaşanda 1 çıx kosinus 8x bölünsün 2x kvadrat ifadəsinin qiymətini hesablayın. Deməli, birinci növbədə siz bu kosinus 8x-a kosinus 2 alfa kimi, yəni 2 vurulsun 4x kimi baxsaz, olacaq burada limit x sıfıra yaxınlaşdıqda, deməli, burada 2x kvadrat, burada da 1 çıxılsın. Yazacağım ifadəni mötərizə yazacağım. Niyə görə? Çünki mənfi təsir edəcək. Kosinus 2 alfanın açılışını yazırıq. Amma necə? Sinusdan olanı. Olacaq 1 çıxılsın 2 sinus kvadrat alfa. Yəni 2 sinus kvadrat 4x. Bu da bərabərdir. Bu da bərabərdir. Deməli, limit x sıfıra yaxınlaşdıqda, baxın, bu elə 2x kvadrat olduğu kimi qalacaq. Burada açılanda 1 çıx 1 üstə gəl. 2 sinus kvadrat x olacaq. Bu da bərabərdir. Baxın, müsbət 1, mənfi 1 getdi. Qalır 2 sinus kvadrat x. Bölünsün 2 kvadrat x. Deməli, bu 2-lər gedir. 2x-in kvadratı. 2x-in kvadratı. Burada 2-lər gedir. Yuxarıda qalır sinus kvadrat. Daha doğrusu bu 4x olmalıdır. Yəni, limit x sıfıra yaxınlaşdıqda burada olur deməli sinus kvadrat 4x bölünsün x-in kvadratı. Bunu da biz, baxın, limit x sıfıra yaxınlaşdıqda sinus 4x bölünsün x. Bax, bunun kvadratı formasında. İndi bu da bizə sinus 4x 4 bölünsün 1-i verəcək. 4 bölünsün 1 4 eləyir. Deməli, 4-ün kvadratı da 16-ya bərabər olmuş olur. Yəni, bu 11-ci sualın düzgün cavabı 16-ya bərabər olmuş olur. Keçək növbəti suala. Baxırıq 12-ci suala. 12-ci sualda deyir ki, düzgün dördbucaqlı piramidanın hündürlüyü 15 cm, yan tili 17 cm olarsa, onun həcmini tapın. Deməli, əgər oturacağı düzgün dördbucaqlıdırsa, deməli kvadratdır. Bax, bu formada indi çəkəcəm. Deməli, burada sadəcə bunun bu hissəsini biraz uzadaq. Aha, bu formada. Bax, bu olsun bunun oturacağı. İndi isə bizə deyir ki, hündürlüyü 15 olmalıdır. Ümumi şəkli tamamlayaq. Uşaqlar. Deməli, bax, buradan belə. Yenə deyirəm, düzgün dördbucaqlı dediyi üçün biz artıq buradan bilməliyik ki, bunun oturacağı kvadratdır. Bu formada da qeyd edirik. Aha. İndi nə deyir bizə? Hündürlüyü deyir 15-dir. Bax, biz bunun hündürlüyünü çəksək, gəlib düşəcək bura. Və bu hissə ilə də buranı birləşdirsək, baxın bu formada. Bu da olacaq bizdə nə? Əslində gəlir burada bu diaqonalın kəsmə hissəsi var, ora düşür. 90 dərəcə bucaq əmələ gətirir. Deyir, bura 15-dir. Gəlin bunu qırmızı ilə yazaq. Bax, bura 15-dir. Daha sonra yan tili 17-dir.
Siz bu hissəni, yəni düzbucaqlı üçbucaqda Pifaqor teoreminə görə tapa bilərsiniz. 17-nin kvadratı 289, 15-in kvadratı 225. Bir-birindən çıxdı 64. İndi buranın kvadratı 64-dürsə, deməli özü 8-ə bərabər olmuş olacaq. Bax, fikir verin. Bura 8-dir. Buranı da uzatsaq, burada olacaq 8. Yəni, əslində diagonal nəyə bərabər olmuş oldu? 16-ya. Yəni, sırf bu oturacaq üçün deyirəm. Bizdən nə istəyir? Həcmini tapmağımızı istəyir. Həcm düsturunu yazıram. V bərabərdir 3də 1, S oturacaq, vurulsun H. Bu da bərabərdir 3də 1 vurulsun. Baxın, diagonal bəllidirsə, kvadratın deməli sahəsinə, yəni oturacağın sahəsinə ona uyğun yaza bilərik. D kvadrat bölünsün, deməli 2. Bunun diagonal 16 oldusa 8, 8, 16. 16'nın kvadratı 256'dırsa 256 böl 2 vurulsun hündürlüyü o da 15'dir. Bu da bərabərdir. 3 ilə 15'i ixtisar apararıq. Deməli, bir dəfə burada olur. 15 bölünsün 3, 5 dəfə burada olur. 252'də 2'yə böləndə 128. 128'i də 5'ə vuranda düzgün cavab 640 deməli alınmış olur. Düzgün cavab 640 alınmış olur 12-ci sualda. Keçək növbəti suala. Baxırıq 13-cü sual. 13-cü sualda deyir ki, Z kompleks ədədi üçün Z vurulsun. Baxın, onun qoşması çıxılsın. I üstü 100 bərabərdir 35 olarsa modul Z-i tapın. Deməli, birinci növbədə baxın, Z-i onun qoşmasına vurulduqda modul Z-in kvadratı almış olar. Çıx. I üstü 100'ü hesablamaq üçün hər zaman bu 100'ü bölürsünüz 4'ə, yəni 4'ə bölürsünüz. Baxın, qüvvətdə nə yazılıbsa 4'ə bölürsünüz. 100 də 4'ə bölünür, eləyir 25, amma qalıq 0 qalır. Axı biz də 0, yəni qalığı götürməliyik, 0'ı götürməliyik. Bunun üçün yazırsınız burada I üstündə 0. Bu da bərabərdir 35'ə. Onda modul Z-in kvadratı bərabərdir 35. İndi üstə gəl, baxın, I üstü 0, 1 deməkdir. Bax, bunun cavabı sizə verir 1. Deməli, siz də 35'in üstünə 1 gəlsiniz, o da eləyəcək 36. Modulda Z-in kvadratı 36'dırsa, deməli, modulda Z özü elə 6'ya bərabər olmuş olur. Yəni, 13-cü sualda düzgün cavab olur 6. Keçək növbəti suala. Baxırıq 14-cü sual. 14-cü sualda deyir ki, bu inteqralı hesablayın. Birinci növbədə fikirləşməliyik ki, bax, bu 1 bölünsün x-4 nəyin diferensialdır? Əlbəttə ki, ln x-4'ün. Amma gəlin bunu, deməli, modulda yazaq. Niyə görə modulda yazırıq? Çünki bu, yəni loqaritma tərkibində olduğu üçün mənfi alına bilməz. Aşağı sərhəddi 5'dir, yuxarı sərhəddi isə y üstə gəl 4'dür. Deməli, başlayırıq yuxarıdan. Bərabər olur. Baxın, bu formada yazırıq. Ln x-in yerinə yazırsınız. Y üstə gəl 4, çıx 4 qalır öz yerində. Daha sonra çıxılsın, elin, burada da aşağı sərhəd 5 çıxılsın 4. Bu da bərabərdir. Müsbət 4, mənfi 4 gedir. Qalır, baxın, bu da y əsasıdır axı. Y əsasdan y, o da sizə verəcək 1'i, çıxılsın. 5'dən 4 çıxanda 0 eləyəcək. Y əsasdan 0'ın da qiyməti, daha doğrusu 1 eləyəcək. Üzrsən, 5'dən 4 çıxanda 1 eləyəcək. Y üstündə 1'in də qiyməti olacaq 0. Və 1'dən də 0'ı çıxanda düzgün cavab 1 alınmış olur. 14-cü sualda testimizin düzgün cavabı olur 1. Keçək növbəti suala. Baxırıq burada 15-ci sual. Deyir ki, loqaritm 3'də 1 əsasdan x çıx 3 böyükdür mənfi 2 bərabərsini ödəyən ən böyük tam ədədi tapın. Deməli, birinci növbədə yazmalısınız ki, x çıx 3. Baxın, əsas 0 ilə 1'in aralığında yerləşdiyi üçün bu 3'də 1'dir. 0 ilə 1'in arasında yerləşdiyi üçün işarə dəyişəcək və olacaq 3'də 1 üstü mənfi 2. Bu da olacaq x çıxılsın 3 kiçikdir. Baxın, bu tərsinə çevriləcək, olacaq 3 üstündə müsbət 2. Yəni, x çıxılsın 3 kiçikdir 9'dursa, onda x kiçikdir 9'un da üstünə 3 gələndə olur 12. İndi bu 12'dən kiçik olmalı. Digər tərəfdən bu hissəni x çıx 3'ü böyükdür 0 şərtinə görə nəzərə almalıyıq. O da olacaq x böyükdür 3'dən. Bax, 3'dən böyük, 12'dən kiçik. Sanki bu formada qeyd edirsiniz də. Bax, 3'dən böyük, amma 12'dən kiçik. 12'dən kiçik olarsa, deməli, burada ən böyük tam ədədi soruşur. Təbii ki, x-in yerinə yaza biləcəyimiz ən böyük tam ədəd 11'ə bərabər olmuş olur. Yəni, 15-ci sualda testimizin düzgün cavabı olur 11. Keçək növbəti suala. Baxırıq 16-cı sual. 16-cı sualda deyir ki, ABC bərabər tərəfli üçbucağında AF bərabərdir BY-yə. Baxın, AF bərabərdir BY, o da bərabərdir CD olarsa, bu da deyir AB bölünsün 3'ə bərabərdir. Biz bunu belə göstərə bilərik. 3'də 1 AB. Onda deyirəm ki, gəlin biz bu AB-ni adlandıraq 3x. AB-yə 3x dedirsə, bax 3x ilə bu 3 ixtisar gedir. Bura qalır x. Bura x-dırsa, burada x-dir, burada x-dir. 3x-dən x-i çıxanda bura qalacaq 2x. Bərabər tərəfli olduğu üçün ABC üçbucağı. Burada olacaq 2x, burada olacaq 2x.
Və diqqətlə üçbucağa baxsaq, məsələn, belə buradakı üçbucaqdan götürək. Bax, fikir verin. Bir tərəf x-dir, o bir tərəf 2x-dir. Biz necə deyə bilərik? Hansı üçbucaqda bu mümkündür? Düzbucaqlı üçbucaqdır. Amma yalnız hansı halda 30 dərəcəlik bucaq qarşısındakı katet, bax, hipotenuzun yarısına bərabər olmuş olur. Bura 90-dır. Onda bura olacaq 60 dərəcə. Həm də bilməlisiniz ki, axı bu bərabər tərəfli üçbucaqdır. Bunun təpə bucağı %100 60 dərəcədir. Və deməli 60 dərəcəlik bucaq qarşısındakı katet isə digər katetin, yəni bu x-in kökdə 3 mislinə bərabər olmuş olacaq. Bura olur x kök altında 3. Bu biri tərəflər də eyni cür olacaq. Baxın 2x deyil. Bura olacaq 60 dərəcə, bura olacaq 30 dərəcə. 60-ın qarşısındakı katet digər katetin kökdə 3 mislidir. X kökdə 3. Eyni şey bura üçün də keçərli olacaq. Yenə 60 dərəcə bucaq qarşısındakı katet digər katetin kökdə 3 misli olmuş olacaq. Deməli, tapırıq ki, daxildəki bu YFD üçbucağı da əslində bərabər tərəfli üçbucaq imiş. Bərabər tərəfli üçbucaqda deyir ki, bu üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu. Daxilə çəkilmiş çevrənin radiusu A kök altı 3 bölünsün 6 düsturundan hesablanırdı. İndi burada bax, bu A-nın əvəzinə fikir verin. Tərəf nədir? X kökdə 3-dür. A-nın əvəzinə gətirib onu yazırsınız. Yəni, X kökdə 3 vurulsun 1 dənə də kökdə 3 bölünsün 6 bərabər olmalıdır radius 6-ya. Kökdə 3-ü kökdə 3-ə vuranda eləyir 3. Yuxarısı 3x bərabərdir. 6-nı 6-ya çarpaz vursanız 36 eləyir. Sizdən ABC üçbucağının tərəfini istəyir. Siz də elə onun tərəfini, bax, fikir verin, 3x adlandırmışdınız. Deməli, uşaqlar, onda elə ABC üçbucağının tərəfi 3x-a, yəni 36-ya, 36 santimetrə bərabər olmuş olur. Testin düzgün cavabı olur 36. Belə, keçək növbəti suala. Baxırıq 17-ci sual. 17-ci sualda deyir ki, b kvadrat üstəgəl 2b çıx 7 bərabərdir 0 olarsa bu ifadənin qiymətini deməli hesablayın. Birinci surətdə 22-ni çıxardırsınız mötərizənin xaricinə. Nə qalır burada? B çıxılsın 2, çünki 44-ü böldünüz 22-yə. B kub çıx 8-i də yazırsınız. B çıx 2, B çıx 2. Deməli, kublar fərqi düsturuna görə açsaz, olacaq b kvadrat üstəgəl 2b üstəgəl 4. Bu da bərabərdir. Bax, bu b çıx 2 ilə b çıx 2 ixtisar gedəcək. Olacaq 22 bölünsün məxrəcdəki ifadə. Yəni, b-nin kvadratı üstəgəlsin 2b üstəgəlsin 4. Bu da bərabərdir. Olacaq 22 bölünsün. İndi lazımdır ki, bu ifadənin qiymətini tapaq. Bax, diqqətlə baxsaz, b kvadrat üstəgəl 2b burada var. Sadəcə nə etmək lazımdır? 7-ni sol tərəfdən sağ tərəfə keçirmək lazımdır. Onda olacaq b kvadrat üstə gəlsin 2b bərabərdir müsbət 7-yə. Gətirib bax, bu hissədə yerinə yazırsınız. Olur 7 üstə gəl 4. 7-nin üstünə 4 gələndə 11 eləyir. 22-ni də 11-ə böləndə düzgün cavab 2 alınmış olur. Yəni 17-ci sualda testin düzgün cavabı olur 2. Keçək növbəti suala. Baxırıq 18-ci sual. 18-ci sualda deyir ki, düzbucağının bir tərəfi 7 santimetrdir. Onun sahəsi 96 kvadrat santimetrdən kiçik, 36 kvadrat santimetrdən böyük olduğu məlumdur. Düzbucağının digər tərəfinin uzunluğunu santimetrlərlə tam ədəddirsə, onun perimetrinin mümkün olan ən böyük və ən kiçik qiymətinin cəmini tapın. Bax, deyək ki, bu düzbucaqda bir tərəfi verir bizə 7, bu deyək ki, A tərəfi olsun, amma digər tərəfinin xəbərimiz yoxdur, naməlumdur. Yazırıq bura B. Sonra deyir ki, onun sahəsi, düzbucağın sahəsini necə taparıq? Enini vurarıq uzunluğuna, yəni 7B. Deyir, bu 7B 96-dan kiçikdir, yazırıq bura kiçikdir 96. Amma 36-dan böyükdür. İndi bunu bərabərsizlik kimi həll etsək, məcbur hamısını 7-yə bölməliyəm. 96-nı 7-yə böləndə təqribən 13 tam 7-də 5 düşəcək. 36-nı 7-yə böləndə 5 tam 7-də 1 almış olacaq. Deməli, mən tapıram ki, B-nin böyük qiyməti, baxın, B, burada bir dənə B yazıram, yəni böyük qiymət bərabərdir 13-ə, amma B-nin kiçik qiyməti isə bərabərdir 6-ya, yəni 5 tam 7-də 1-dən böyük 6 var. Onda belə çıxır ki, bizdən nəyi tələb edir? Perimetrin ala biləcəyi ən böyük qiyməti istəyir. Əgər siz bu B-nin böyük qiymətini 13-ü yazsaz, deməli perimetri böyük olacaqsınız. Perimetri bərabərdir 2 vurulsun, 7 üstəgəl 13. Bu da eləyir 20, 20-ni də 2-yə vuranda olur 40. Digər tərəfdən bu B-nin kiçik qiymətini yazsaz 6-nı, olacaq perimetri bərabərdir 2 vurulsun 7 üstəgəl 6, bu da 13, 2-yə vuranda 26. Deməli, həm böyük qiymət, həm kiçik qiymət tapıldı, onların da cəmini soruşur. Bunları da toplasaq, düzgün cavab 66-ya bərabər olmuş olur. Yəni 18-ci sualda testimizin düzgün cavabı olur 66. Keçək növbəti suala.
Baxırıq 19-cu sual. 19-cu sualda deyir ki, hündürlüyü 30 sm, oturacağının radiusu 20 sm olan silindrin oxundan 16 sm məsafədə və bu oxa paralel keçirilmiş müstəvi kəsliyin sahəsini hesablayın deyir. Gəlin, baxın, burada əvvəlcə bir ağ lövhə deməli özümüz üçün ayıraq. Və əvvəlcə mən burada qeyd edəcəm silindri. Əvvəlcə burada gəlin silindri qeyd edək. Baxın, bu silindrin deməli. Bu silindrin deməli hündürlüyü 30-dur. Bax, bura 30-dur. Radiusu 20-dir. Bax, bu radius, ki, buradan bura qədər yazıram. Radius bərabərdir 20-yə və silindrin oxundan. Oxu dedikdə, bax, bu mərkəzlər arasındakı məsafəni nəzərdə tutur. Bura O1 olsa, burada yazsaq O2. Bu ikisi, gəlin birləşdirək bu ikisini. Baxın, bu formada. Deyir, buradan 16 sm məsafədə olan və bu oxa paralel keçirilmiş müstəvi. Əslində, bu müstəvi elə özü burada düzbucaqlı olmuş olacaq. Baxın, bircə dəqiqə. İndi bunları da birləşdirsək. Bax, belə bir, deməli, bu forma bir düzbucaqlı olmuş oldu. Bizdən tələb etdiyi nədir? Bu müstəvi kəsliyin sahəsini tapmaqdır. İndi birinci növbədə biz burada nə edə bilərik? Bax, diqqətlə baxsaq, deyir, silindrin oxundan 16 sm məsafədə. Bax, bu hissə, fikir verin, məsafədə dediyi nədir? Bax, bura ümumilikdə 90 dərəcədir. Bu da bərabərdir 16-ya. Bura 16-dırsa, siz burayla buranı birləşdirsəz, radiusu çəkmiş olacaqsınız. Bax, bu nöqtə ilə bu nöqtəni birləşdirsəz, radiusu çəkmiş olacaqsınız. Radiusun da uzunluğu 20-dir. Sanki, bax, belə bir düzbucaqlı üçbucaq yaranır burada. Belə fikirləşin. Bura 16-dır, burada 20-dir. Biz yerdə qalan bu kateti tapmalıyıq. 400-dən 256-nı çıxırsınız, eləyir 144. 144-də 12-nin kvadratı. Deməli, tapdıq ki, bura 12-dir. Bax, indi fikir verin. Bura 12-dir, düzdürmü? Gəlin, bax, indi göstərim hara 12-dir. Buradan bura qədər olan hissə, bax, bu kateti siz tapdınız 12-dir. Bura 12-dirsə, avtomatik buradan bura qədər olan hissədə olacaq 12. Deməli, bura oldu 24. Onda bunun sahəsi 24 vurulsun. Bax, bu müstəvi kəsin sahəsi 24 vurulsun. Hündürlüyü də 30-dursa, bax, buradan bura qədər. 24 vurulsun 30, yəni düzgün cavab 720 deməli, kvadrat santimetrə bərabər olmuş olacaq. Bu da oldu bizim 19-cu sualımızın deməli cavabı. Keçək növbəti suala. Baxırıq 20-ci suala. Deməli 20-ci sualda bizə deyir ki, 7.327.745 ədədindən rəqəmlərin yerini dəyişməklə, özü də daxil olmaqla neçə müxtəlif 7 rəqəmli ədəd düzəltmək olar? Əgər burada belə deyək, rəqəmlərin hamısı müxtəlif olsaydı, həmin bu müxtəlif 7 rəqəmli düzəldilən ədəd sayı olacaqdı 7 faktorial. Sadəcə burada neçə 7 iştirak edir? Baxın, 1, 2, 3. 3 7 iştirak edir. Bunların yeri dəyişsə belə, yəni biz ədədləri quranda belə deyək də, bunların yeri dəyişsə belə, nə dəyişməyəcək? Ümumi ədədə təsir etməyəcək. Yəni, eyni qalacaq. Bax, ədədə təsir etməyəcək. Ona görə bu 7 faktorial, 3 faktorial qədər azaltmaq lazımdır. Hardan tapdıq 3-ü? Bax, 3 dənə 7 var burada. Ona nəzərən yazdıq. Bu da bərabərdir. Bu 7 faktorialı parçalayıb. Deməli, 3 faktorial vurulsun 4, 5, 6 və 7 kimi göstərə bilərik. Bu 3 məxrəcdəki 3 faktorialsa olduğu kimi qalar. Onda surətdə deməli, surətin özündə baxın, bu 3 faktorialla bu 3 faktorial ixtisar gedər. Bundan bu getdi. Bundan bu getdi. Qaldı 4 vurulsun 5, vur 6, vur 7. 4'ü 5'ə vurun olsun 20, 6'nı 7'yə vurun olsun 42. Və 20'ni də vurduqda 42'yə düzgün cavab 840 alınmış olur. Bu da bizim deməli sonuncu sualımızın cavabı olmuş oldu. Belə, bütün sualları izah etdik. Ümid edirəm ki, hər biri sizin üçün tam şəkildə aydın oldu. Bir daha xatırlatmaq istəyirəm ki, sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən, sınaqlarımızdan faydalanmaq istəyirsinizsə, bax, hal-hazırda ekranda yazdığım 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bir daha təkrar edirəm, 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.